Dünyanın ən stabil valyutası hansıdır və hələ də kimsə pul yığmaq istəsə o valyutada yığsın. Bunu bilirik. Yəni bu cavabı bilinən sualdır, amma mən cavabını desəm bu Amerika Birləşmiş Ştatlarının reklamına işləyəcək, ona görə mən demirəm. Niyə məsələn funt sterling yox, Birləşmiş Ştatlarda olar? Mən düşünürəm ki, ümumiyyətlə pulun ən böyük üstünlüyü onun işləkliyidir. Hər yerdə işləkliyidir. Amerika Birləşmiş Ştatlarının dolları bütün dünyada işləyir və dayanıqlı bir valyutadır və eyni zamanda bir çox deyəndə əksər dövlətlər məhz həmin dollara uyğun olaraq milli valyutalarının kurslarını müəyyən edirlər. Əsas səbəblərdən də biri budur. Düzdür, bizdə iki əsas var hal-hazırda. Bir dollar, digər isə avrodur, amma əsasən dollara uyğun tənzimlənir bütün dünyanın belə deyək milli valyutaları ayrı-ayrı dövlətlərin.